Hamıya salamlar qızlar, kanalıma və yeni vlogumuza çox xoş gəlmisiniz. Neçə vaxtı qrup qızları ilə görüşmürük. Bu gün üçümüz, üç qız görüş təyin eləmişik. Səhər yeməyinə gedirik. Oradan da alınsa sizin üçün kadrlar çəkəcəm. Qızlar, biz hara gedirik? Buradan aşağıda şüşəbənd var. Şüşəbəndə gedirik. İndi orada adamlar var. Çox da çəkmək istəmirəm. Parkı da dəhşət sevirəm də. Yadınızdasa əgər baxmısınızsa, bir dənə vlogumda paylaşmışdım Ağşəhərin içində. Onda axşam çay içməyə gəlmişdik. Baxın qızlar, bura. Biz axşam gəlmişik deyə gündüz vaxtı mən buranı görməmişdim. Olmadan tez gəlmişəm. Otağı sizdən göstərim. Çox şirin otaqdır. Ama bilin bakalım ne yadımdan çıxıb. Mikrofon. Kaş mikrofonu gətirərdim, səsim ona daha aydın gələrdi. Çünki bura biraz səsküydü. Arxamda belə köhnə nənəmin evində var idi. Eynisindən mənim nənəmin evində var idi qızlar. Dəhşət. Belə nostalji yaşadım əməlli başlı. Otaq çox şirindi, çox qəşəngdi. Bilmirəm mənim kimi olan var ya yox, amma məndə çox qəribə bir şey var ki qızlar. Saçım açıq şəkildə çölə çıxsam da, məsələn evdə baxıram özümü çox bəyənirəm, belə şəkildə çıxıram, gedirəm həmin yerə. O ki çatdım həmin məkana, baxıram ki deyirəm yox, mən saçımı yığsam daha qəşəng görsənirəm. Və belə gördüyünüz kimi başlayıram saçımı yığmağa. Bir neçə dəfə açdım, yığdım, dedim görəsən açıq mı qalsın, yığlı mı olsun, amma ən sonda yenə də yığlı olmağına qərar verdim. Mənə maraqlıdır sizin fikirləriniz. Görəsən niyə məndə belədir? Özümü başa düşə bilmirəm. Məktəb vaxtı yadımdadır ki, nə bilim 7-də, 8-ci sinifdə oxuyanda qızlar may ayında saçını açırdılar. Belə normalda bizdə məktəbdə saç açmağa normal baxmırdılar. Yəni həmişə saçın bantda olmalıydı, hörükdə olmalıydı, ən azından yığılı formada olmalıydı. O ki tədris ilinin bitməyinə 1-2 həftə qalmış, may ayında artıq qızlar başlayırlar saçlarını açmağa. Mən də deyirdilər ki, əzizə heç olmasa bir gün sən də saçını aç gəl. Bilmirəm saçımı açıb getmişəm heç məktəbə ya yox, heç yadıma gəlmir qızlar. Amma onu deyim ki, bilirəm ki, o vaxtdan elə bundan xoşum gəlmirdi. İnandırım sizi ki, universitet illərində də eynən belə olmuşam. Hələ qızlar gəlmir, dedim biraz sizə də məlumat vereyim. Burada set yoxdur. Mən bilmirdim. Mən bura ancaq axşam vaxtı gəlmişdim çay içməyə, Samovar çayına. Ona görə belə bilmirdim. Amma burada set yoxdur. Amma qabaqcadan bilirdim. Yəni bura gələni bilirdim. Rezerv eləyəndə, yəni dedilər ki, set yoxdur bizdə. Amma belə də yaxşı deyə düşünürəm. Niyə görə? Çünki set elə belə baxan stolun üstündə olduğu kimi qalır. Çox şey də yemirsən. Belə mi ayrı-ayrı indi baxıb seçəcəyik qızlarla, görək nə seçək. Yediyimiz şeylərdə, yəni. Burada pəncərə açıqdır, təndirlərimizsə. Baxın, sizə belə göstəreyim. Səhər yeməyi içində bunlar aiddir. 10% servis haqqı var. Bu arada qızlar reklam deyil, yəni öz cibimizə, öz büdcəmizə gəlmişik. Nə bəyənsəm, ya da ki, nəyi də bəyənməsəm sizə deyəcəm. Gəlmək istəyənlər üçün ümumi məlumat verim ki, otaqlarının qiyməti səhv etmirəmsə elə 50 manatdır. Çünki bizə 50 manat dedilər rezerv eləyəndə. Yəni depozit olaraq nə yediniz, nə içdiniz ondan asılı olmayaraq minimum 50 manat ödəniş etmək lazımdır. Buranın ən bəyəndiyim özəlliyi isə elə buranın servisidir. Çox qəşəngdir. İspaniyadan Stradivarius bir də Bershkadan çox gözəl üst geyimləri sifariş etmişəm. Amma sifariş elədiyim şeylərdən bir dənə bunu tapa bildim burada. Qiymətinə də baxdım, keyfiyyətinə də baxdım, əlaydı. Gəlsin sizlərə göstərəcəm. İspaniya saytında qiyməti çox münasibdir, həm də indirim var idi. Qızlarla ayrılandan sonra elə famillə gəldik, mola gəzdik. Ondan da sonra bir dənə Ağşəhərdə neçə vaxtı mənim getmək istədiyim bir coffee shop var idi. Hansı ki, indi sizə göstərirəm. Divarları, nə bilim, çox belə fərqli bir yerdir. Çox bəyəndim buranı da. Həm də kofelər də dadlıdır.
Nəysə qızlar, gəldik buraki kofe içək. Mən getdiyim məkanlarda ən çox önəm verdiyim 3 şey var. Birincisi xidmət, ikincisi dadlı təamlar. İçdiyin kofe, nə bilim içdiyin çay, nə bilim yediyin yemək çox dadlı olsun. Üçüncüsü isə oranın atmosferi, yəni oranın səni ötürdüyü o enerji. Mənim bir iş yoldaşım var, mən ona kofe gurmesi deyirəm. Çünki harda dadlı kofe var, harda fərqli atmosferli belə kofe shoplar var, onların yerlərini bilir. Elə bu yeri də mənə o tövsiyə eləmişdi. Ona görə gəldim və həqiqətən də hər bir şeyini çox bəyəndim. Bir mövzu var ki, ara sıra izləyicilərim tərəfindən də bu mövzuda mən suallar alıram və eyni zamanda bu mövzu ətrafında yoldaşımla mənim fikirlərim müəyyən qədər fərqlilik təşkil edir. Bizdə tez-tez müzakirə olunan mövzulardan biri xaricdə yaşamaq mövzusudur. Yoldaşım xaricdə bir yaşam qurub, həyatı orada davam eləməyə çox isti yanaşan biridir. Mən isə onun əksinə olduğum ölkəyə çox bağlı biriyəm. Düzdür, o da Azərbaycanı dəhşətli dərəcədə çox sevir, amma nədənsə mənim qədər bura çox da bağlı deyil. Millətimizi, ölkəmizi, idarə etməmizi dəhşətli dərəcədə çox bəyənirəm və həqiqətən də çox sevirəm. Hər bir ölkədə insanın bəyənmədiyi xüsusiyyətlər ola bilər. Yəni elə bir ölkə yoxdur ki, gedəsən orada tam-tamına %100 xoşbəxt olasan. Sadəcə bir şey var ki, Bakıda onu qəti şəkildə bəyənmirəm. Bəyənmək bir qırağa qalsın, insanı müəyyən qədər iyrəndirir. O da ki, Bakının tıxaclarıdır. Əvvəlki iş yerim şəhər mərkəzindən kənarda idi və mən demək olar ki, heç tıxac görmürdüm. Amma indi həm işə gedəndə, həm də işdən gələndə, xüsusən işdən gələndə, yəni təsəvvür edin 2 saat tıxacda qalmaq insanı hər şeydən bezdirir və çox-çox yorur. Nəysə bunlar bir qırağa qalsın qızlar. Xaricdə yaşamaq mövzusunda yoldaşım oranın imkanlarından danışır, amma nədənsə mən özümü xaricdə uzun müddətli yaşayan bir kimi təsəvvür eləyə bilmirəm. Bəs siz olsaydınız necə eləyərdiniz? Xaricdə köçüb orada yaşam qurub orada yaşamaq, yoxsa elə Azərbaycanda qalıb burada da həyatını davam etdirmək? Fikirlərinizi rəylərdə mənlə bölüşün. Qızlar, bir dənə səsə baxın. Mən yatmaq istəyirəm, amma üst qonşu təmir eləyir. Ha, sakitləşdi. Nə əcəb? Yox, hara sakitləşir. Allah xeyir versin. Kim təmir eləyir, kim təzə evə köçür, kim arzusundadsa Allah hamıya nəsib eləsin. Amin. Amma digər qonşular narahat olur, əminəm. Səhər indi açılıb. Təmir bir qıraqdan, bu tərəfdən də Luna səhər tezdən durdu. Qızlar evi əməlli başlı ələk-vələk elədi. Kravatın üstünə bir 100 dəfə çıxdı, düşdü, çıxdı, düşdü. Əməlli başlı bizi tam olaraq yuxumuzdan oyatdı. İndi də belə şirin-şirin uzanıb yerdə yatır. Artıq demək olar ki, bir aydır bu toz soranı istifadə eləyirik, amma Luna elə bil ki, hələ də öyrəşə bilməyib. Hər dəfəsində mən bunu qoşanda Luna onu axıra qədər izləyir. Qızlar, gəlmişəm mətbəxə, özümə bir dənə meyvə salatı hazırlayım. Nəsə belə qoymuşam. Bu almada üzdən çox qəşəng görsənirdi. Mən bunu kəsdim. Bir də bunun içinə baxın. Halbuki bunun çölünə baxın da, özü bərk daş kimi. Valla belə şey baxana deyirəm, bəzi insanlar da belə deyir. Məncə hər kəsin həyatında belə bu tip tanıdığı insanlar olub. Üzdən baxırsan çox yaxşı, çox mərhəmətli, çox nə bilim intelligent, nə bilim möhtəşəm bir insan, ideal bir şəxs. Biraz danışandan sonra görürsən ki, yox o deyil. Nə bilim valla qızlar. Ay üzüldüm bu almaya, əməlli başlı bu qəşəng-qəşəng yemək istəyirdim. Nəysə, getdi. Həmişə əslində mən çalışıram ki, sağlam qidalanam. Amma bu o demək deyil ki, mən fast food yemirəm, zərərli şeylərdən tamamilə uzağam. Yox. Allahdan mən çipsi, yəni bu kimi şeyləri çox da sevən biri deyiləm. Amma hərdən elə olur ki, 2-3 aydan bir dənə istək gəlir mənə. Deyirəm, yox, bunu bugün alıb yeməliyəm. Halbuki bilirəm ki, ondan zərərli şey yoxdur. Düşünürəm ki, qızlar, yediyimiz, içdiyimiz hər şeyə diqqət eləməliyik. Amma bununla paralel də özümüzə böyük qadağalar qoymamalıyıq. Belə meyvə salatı elədim özüm üçün. Sonra gördüm ki, içində almaları böyük-böyük kəsmişəm. Dedim, elə hamısı eyni boyda olsun. Biraz da sonda üstünə limon suyu sıxdım və bitdi. Vlogda Lunanı bu yatdığı yerdə çəkməsəm, elə bilin ki, həmin vlogun mənim üçün dadı duzu yoxdur. Yenə yatmışdı, gəldim. Amma mənim ayaq səsimdən oyanır. Yəni qapının ağzından keçəndə, oradan qızlar göstərim sizə hardan keçirəm. Bu tərəf bizim yatan otaqdır, bu qapı. Burada Lunanın otağıdır. Bəxtəvər başıma hər dəfə də bunu deyirəm. Mən oradan belə keçəndə
buna artıq gözlərini açır baxır. Nə qədər də şirin yuxuda yatmış olsa da. Nəhayət bunu hamamdan belə astıq. Nəhayət artıq üstündən bəlkə də bir 4 ay keçdi, bilmirəm 5 ay keçdi. Bunu ilin əvvəlində almışdı, yoxsa yox. Unitazla üzbəüz. Bu duş kabindir. Bu tərəfdə də aşağıda unitaz var. İndi ayıbdır da oraları göstərmirəm. Amma belə bir şey oldu. Mənzərə budur yəni. Məncə pis deyil, normaldır. Yəni qəşəng görsənər. Qızlar, sizə şkafımdan nəyi göstərəcəm? Keçən dəfə deməli mən təzə aldığım şeyləri sizə göstərdim də dərziyə apardım və bunu dərzidən gətirmişəm. Nə deyəcəm? Bir izləyici yazır ki, niyə görə əyninizə geyinib göstərmədiniz? Qızlar, axı dərziyə aparırdım mən onu. Bəs axı dedim sizə bunun qolunun altı açıqdır, pis görünür. Yəni mən o şəkildə necə geyinimsə göstərim. Amma bu vlogda geyinib göstərəcəm. Çünki geyinməliyəm də, yəni bunu düzəltdi, qolun altını çox səliqəli şəkildə elədi, yəni heç bilinmir. Şalvarın da ətəyində, bir də sizə açıb indi göstərmirəm, əynimdə də göstərəcəm də, onsuz da birazdan görəcəksiniz. Bunun da ətəyini qəşəng bir şəkildə düzəltdi. Bu da ki, pencə idi. Sizə keçən dəfə göstərmişdim, ancaq şalvarını. Sadəcə bir dənə mən bunun düyməsini dəyişmək istəyirəm, düyməsini bəyənmirəm. İndi bilməm dəyişməyə çatdıracam ya yox, bəlkə də belə geyinib gedəcəm işə. Bir də bunun ətəyini düzəltməli idi. Ətəyini belə eləyib, yəni səliqəli işlədim, bəyəndim yəni bunu. 2 dənə şey idi, bir də bunu aparmışdım, yadınızda sizə dedim, əvvəlki vlogu baxmısınızsa, sizə yadınızdadırsa dedim ki, bunu da qolun altı, bu familiyə açıq gəlir, amma mənə elə gəlir ki, bunu darlaşdıra bilməyəcək. Mənə elə ürəyimə dammışdı, çünki darlaşdıranda buraları sıxılır, düymələrin arası açılır, yəni buradan iç görsənir, yəni yaxşı olmur. Dərzidə mənə deyir ki, mümkün deyil mən onu darlaşdırmağım, ən yaxşısı onun altından elə top geyinərsiniz ki, yəni alt paltar görünməsin, dedim elə mən də elə düşünmüşdüm, ona görə onu gətirdim evə, bu ikisini amma düzəltdirdim. Şeyin bir çay dəmlədim, indi qaynadı. Əslində deyilənə görə çayı soyuq su ilə dəmləmək lazımdır. Keçən bir videoya baxdım. Bir zaman eynirik, su qaynayır, qaynayandan sonra belə dəmləyirik. Bir də deyirsiniz ki, niyə görə belə bu qədər dəmləmisən? Tam yox. Çünki qızlar neçə dəfə baxdım ki, ancaq israf olurdu. Biz gün ərzində çox elə də çay içən deyilik. Ona görə gün ərzində bir stəkan içsə, yəni böyük bir şeydir. Yoldaşım da çay içən deyil. Mən də son zamanlar ümumiyyətlə ancaq su içirəm, çay içmirəm. Nəsə çay istəmirəm. Nəysə, ona görə çox az tökürəm. Həm dəmi körlamamış oluram, həmçinin də ki, nə bilim, suyu körlamıram. Evə qənaət deyəndə mən ki. Burada da 2 dənə özümə kinder qoymuşam. Fikirləşirəm hansını açım. Amma axırıncı dəfə bu Star Wars seriyasından açmışdım. İstəyirəm indi bundan açım. Bir də fərqli kinderlər axtarıram. Elə istəyirəm fərqli çoxlu kinderlərim olsun. Bunu açacağım indi qızlar. Görək içində nə çıxır. Belə motosikl seriyasından mənə bu rəng motosikl çıxdı. Belə də qızlar, çox da maraqlı gəlmədi mənə, açığı. Heyif deyildi əvvəlki kinderlər. İçlərindən də hər şey çıxırdı da, çox qəşəng oyuncaqlar. Bunlar belə də yola verdi. Növbəti gün artıq iş günü idi. Burada artıq mən işdən çıxmışam, gedirəm bacımla görüşməyə. Bacım hal-hazırda İtaliyada magistratura təhsil alır, amma indi Azərbaycana gəlib müəyyən işləri var. Onları həll eləyəndən sonra yenidən qayıdacaq. Bunu heç göstərməmişəm. Qara görsənir, amma əslində tündür rəngi. İndi burada 3-4 nəfər oturmalıdır, amma indi famil də gələcək. Hələlik bacı ilə mən bu hissədə heç oturmamışım, çünki həmişə 2 nəfər otururduq biz. Acı olduğuma görə bir dənə Sezar rol dedim. Aytəndə də cappuccino. Üşürsən, yaxşıdır da. Mezar qoymayalım. Üşümürsün. Qız belə. Məncə yaxşıdır. Bax,
yaxında buraxacam. Eyni zamanda bu videonu çəkəndən bir gün sonra bacımın, ondan da bir gün sonra isə anamın ad günü idi. Vlogu editləyəndə fərqinə vardım ki, nə mama üçün aldığım hədiyyəni, nə də bacım üçün aldığım hədiyyələri mən heç birini çəkməmişəm. Hərdən elə şeylər olur qızlar, anı yaşayıram və həmin dəqiqələri çəkmək yadımdan çıxır. Burada mən yemək yeyirəm, bacı da mənə İtaliyadakı tələbəlik həyatından danışır ki, oradakı qiymətlər necədir, yaşam necədir, həftə sonları necə keçirirlər. Ümumiyyətlə düşünürəm ki, tələbəlik illəri insanın həyatındakı ən maraqlı və ən gözəl illərdəndir. Xaricdə yaşamaq yoxsa Azərbaycanda yaşamaq mövzusuna gələndə isə bacım da elə mənim yoldaşım kimi düşünənlərdəndir. O da düşünür ki, xaricdə yaşamağın üstünlükləri daha çoxdur. Orada işləmək, orada çalışmaq, plus orada bir həyat qurmaq daha yaxşıdır. Mən Sezar rolumu tamamilə bitirdim. Yumşaq idi. Lavaşı normalda lavaşlar bərk olur. Adam axıra qədər yeyə bilmir. Amma bunu çox bəyəndim. Həqiqətən də kafelər də çox qəşəngdir. Ümumiyyətlə buranın bu havasını bəyənirəm. Kostyumu bir də sizin üçün belə çəkmişdim ki, aydın görəsiz. İş günləri bilirsiniz ki, mən işdə olanda çəkiliş eləyə bilmirəm. İşdən çıxandan sonra çəkiliş edirəm. Bu da növbəti gün iş çıxışımızdır. Hansı ki, Mamagilin ad günüdür. Gəlmişik ora. Bir izləyicim bir dəfə belə bir rəy yazmışdı ki, biz bu vlogda heç sizin üzünüzü görmədik. O rəy necə qulağıma sırğa olubsa, çalışıram ki, həmişə az da olsa özümü çəkim sizə göstərim. Qonaq otağında bu hissə mənim ən sevdiyim hissədir. Kızlar, mən Misuləmə baxın. Misuləmə baxın. Mənim qəşəng bizim. Ağıllı bir şeyim. Mənim stola çıxmır. Bax, həmişə oturur belə baxır. Uzaq başı bizi güdür. Necə ağıllıdır. Luna mənə belə şeylər eləyir qızlar. Luna familin bir şeydir, amma Misulə mənim bizimdir. Mişa. Kızlar baxın, bu da limonumuz bizim. Keçən dəfə gələndə Mamagilə Mişanı çəkdim, Can. Limonu çəkmədim. İzləyicilərin bəziləri qızlar yazıblar ki, bəs limon hanı? Onu niyə çəkməmisiniz? Limon buradadır qızlar və limon çox yaxşıdır, maşallah olsun. Mama buna yaxşı baxır. Bir ara yenə xəstələnmişdi. Dərman zadı mama aldı, verdi buna. Buna yaxşı baxırıq biz. Can, indi verdim ki, yeməyi. Kızlar, görün nə tapmışam. Çox qəşəngdir. Sizdən yeganə xahişim var, o da ki, kanalıma abunə olmağınız, artıq təkcə bir izləyici deyil, mənim canım abunəm olmağınızdır. Sizə nostalji bir şeylər göstərəcəm. Deməli, bu mənə məktubdur. Ümidiləm oradan yaxşı görsən. Biraz ışıq burada zəifdir. Buna baxın. Xədicədən Əzizəyə yadigar 7-ci sinifdən 2010-cu il. Ad günüm. Belə bir mənə məktub və bunu mən saxlamışam. Təsəvvür eləyin. Bu ya 5-ci sinifdə oxuyurdum, ya bilmirəm. 5-də 6-da oxuyardım da, yəni köhnə telefonlara, buna baxın, telefonu bəzəmək üçün belə bir şeyim var idi. Hər bir şeyə qıymışam, bir dənə bu ürəyə qıymamışam. Amma kaş ona da qıyardım, istifadə eləyərdim sevə-sevə. Çünki nə bilərdim ki, sonradan artıq bunlar moddan düşəcək. Sonra bunu mənim qrup yoldaşım mənim üçün düzəltmişdi Aydan. Onun belə əl işləri var. Eyni zamanda səhifəsi də var. Pankart Baku. Girin oralara baxın. Yəni indi işini o qədər çox böyüdüb ki, maşallah olsun. Həm də maması ilə bir yerdə yəni çalışır. Nəysə qızlar, sözüm onda deyil. 2-ci kursda oxuyurduq ya 3-cü kursda. Nəsə belə bir şey olmalıdır. Yəni bu da 2016-17-ci illərindir. Qapıdan asmaq üçün mənim üçün düzəltmişdi. Bu arada mənə qrup yoldaşlarım, bilməm bu vaxta qədər sizə demişəm ya yox, Ezo deyə müraciət edirlər. Mənə Ezo deyirlər. Ona görə elə bunu da belə mənim üçün adıma Ezo yazıb. Mən o vaxtlar bir alatoranlıq heyranı idim və Edwardı dəhşət sevirdim. O platonik vaxtlar olurdu hər kəsində, ərgənlik dönəmində. Məndə də bu Edward idi. Buna bax, 2011-in kalendarını elə çıxartdırmışam, amma kalendardan heç nə oxunmur da. Yəni bir dənə bunun şəklini nə olub ki, divara vuracam ona görə. Yəni bunu da belə yadigar saxlamışam. 4-cü kursun sonunda universitetdə öz qrup yoldaşlarımla bu qələmləri mən almışam hədiyyə kimi, yadigar kimi. Daha hədiyyə
hədiyyə deməyə yadigar. Çünki hamısı istifadə edilən qələmlər idi. Mən də dedim ki, kimin nə qələmi varsa, mənə yadigar versin, mən onları saxlayacağam. Çünki qələm mənim üçün həmişə çox önəmli olub həqiqətən də. Bir dənə də son bir şey isə göstərəcəm. Əslində qızlar, bu evə gəldimsə burada mənim yadigar, nostalji şeylərim çoxdur. Amma hələlik bunları göstərirəm. Gələn dəfə gələndə sizə başqa şeylər göstərəcəm. Çox da yormaq istəmirəm. Videonun da, yəni vlogun əsasında bu şeyləri eləmək istəmirəm. O vaxtı mən 5-ci sinifdə oxuyurdum. Yəni yadıma gəlmir. 6-da oxuyurdum, 2-də oxuyurdum. Belə hörgü şeylərinə çox əməlli başlı meylimi sarmışdım. Və o vaxtlarda telefonlar təbii ki, elə bu boyda idi və telefonları belə keyslərin içinə qoymaq çox modda idi. Buna baxın, hələ mən qaşda tapmışam belə kürklü bir toxunmadan eləmişəm, toxunmuşam. Buradan da belə içinə bağlanır hətta. Bu da telefon üçündür. Bu da bir cürdür belə. Ağzı kisəvari bağlanır. Bu da onun ağ rəngidir. Yazıq ağ rəng artıq olub krem rəngində. Bu da belə bir şeydir. Dəhşətli, yəni. O vaxt yadıma gəlir ki, bizim qonşumuz var idi. Məndən yaşda çox böyük idi. 10 yaş falan böyük olardı məndən. Ona vermişdim bunu. Getdi qonşulara, yaxın olduğu adamlara dedi ki, Əzizə belə bir şeylər toxuyur. Falan kəsin qızıdır. Bəs belə şeylər toxuyur. İstəsəz ondan ala bilərsiniz. Amma qızlar, heç kəs məndən almamışdı. Mənim ilk biznesim bu olub. Bunu batırmışam qızlar. Zarafat eləm, biznes kimi deyildi. Sadəcə xoşum gəlirdi. Amma həmçinin də düşünürdüm ki, bəlkə bunları sataram. Bura qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Gələn vloqlarda görüşənədək hələlik.